İran dilli Kürtlər də var, bizdə tatlılar da var. Onların da kökü gedib türklərə çıxır. Yəni Bəli. Kürtlər, mənim məqaləm var. Kürd və türk sözü batini mənada eyni sözdür. Fikir verin. K-r-d. Tərsini oxuyun Kürd-türk. Kürd-türk. Dız-tı sabit eyni sözdür. Sufizmdə, qədim Misir dilçiliyində ptaq, xateb. 3 dənə samitdir məsələn. Ptaq eyni zamanda xateb kimi oxunur. Yəni bunlar eyni mənadır. Türk ilə Kürdün kökü eynidir. Kökü eynidir. Lakin sonralar adi insanlarla qarışıb. O cinayətkarlar, Kürtlər olar, Türk ola bilməz. Türk tərkə edilir, pir deməkdir. Pir adam öldürə bilməz. Yəni siz qarışıb hamısı. Kürdün də kökü Azərbaycandadır. Talış zonasında Kürd əsər kənd var. Kürd əsər, yəni Kürd Azər. Bu demək deyir ki, o cinayətkar Kürdlərlə əlaqəsi var. Hamısı buradan yayılıb. Fikir verin, Azərbaycanda etnik qruplar, Yahudilər, dağ Yahudiləri var. Fikir verin, orada yaşayır. Hətta o Ruslar da sonradan köçürdüblər. Ancaq Azərbaycanda bütün o dillərin hamısının, o danışanların ümumi elə bir ki, bir ocağı var. Kürtlər də məsələn ad gedirdi. Yardımın özünə də bəziləri Kürtlər deyirdilər, babaları. Ancaq yer deyirəm, indiki ürdə aid yoxdur onların. Nə deməkdir yardımlı mənası? Yardım, ya ra-atum eli, bu çox dərin mənalı sözdür. Ra-atum, Adəm, Ra günəşin Allahın adıdır, Adəm kosmik insanın adıdır, el də ki eldir, yəni ra-atumun eli, Adəmin eli, belə götürək. Onu yavaş, təqdirin eləyib yardımlı. Bəli, onu bir sufilər, əvvəl bilmək lazım, Dədə Qorqudda yazır. Bütün adlar, toponimləri qoymaq üçün adları Dədə Qorqud çağırırlardı. O xüsusi məntiqlə insanlara ad qoyardı. Harada ad görürsünüz, fərqi yoxdur. Olsun Almaniyada, olsun Yaponiyada, olsun Çində, fərqi yoxdur. Bütün adlar sufi məntiqi ilə qoyulub. Samitlər yazılıb və ora saitlər əlavə olunub. Şuşdünüz. Sinə dağı, götürüb Yahudlar məsələn Sion dağı yazıblar onu, misal ki. Hansı ki orada Sin gedir, Sınlı, 2 samit var. Yəni bunlar hamısı müdriklər tərəfindən qoyulub. Ona görə də insanlar bilməməzlikdən onlar parçalayıblar. Etnik fikirlər bölüblər, qruplara bölüblər, ayrılırlar, Türk, Kürt, nə bilim, onlar hamısı kökü birdir. 2 yerə bölünür insan. Göy insanı, yer insanı. Hamısının göy insanı nəsli. Orada deyir ki, qədim yazılarda göy insanları gördülər ki, yer insanlar qəşəkdir, başladılar onları almağa. Onunla da qarışdılar. Mənbə yazır ki, Aşinanın dövründə 2 Türk bir-birinə vuruşurdu. 2 də Türk adlanırdı. Ancaq biri qətiyyən Türk hesabı olunmurdu. O da Türkçə danışır, bu da Türkçə danışır, vuruşurlar. Dalaşırlar. Ancaq o Türk hesabı olunmurdu biri. Yəni Türk demək o deməkdir ki, sən Türksən. Türk tərikə yolu gedən deməkdir. Göydə Allah yaradan bir deməkdir. Sən özünü yaxşı aparırsansa deməli indi onlara meyillisən. Ancaq indi qarışıb. Bax, seyidlər nə qədər, bütün seyidlərlə adi insanlar qarışıb. Bütün dünyada belədir. Biz bu cür seyid pirlər deyirik. Bunlar 5000 dünyaya səfərlənib. Cılar bəyləri gedir. Cılar bəylərin bir adı Cəvahirlərdir. Bütün Avropa, Mongolistan Mongoliyadan tutmuş, Qazaxıstan, Özbəkistan hamısı Cəvahirlər gedir. Ərəblər cır samit olmadığına görə cıları Cəvahir kimi oxudular. Və onlar hamısının kökü pirlər nəslidir. Hamısı qarışıb. Şürsüz məni. Atatürk vaxtında o vaxtlar dedi ki, bəs Kürtlər yoxdur, Kürtlər də Türklərdir, onları öz dilində qoymadı danışmağa və s. Axır, nəticədə PKK yarandı və illər haradasa bir 40 ilə yaxın bunlar müharibə apardılar. Hamısı o İngiliz barmağı var deyir. Rus barmağı, İngiliz barmağı, parçalı hökümsüz siyasəti içində. Türklə Kürt eyni şeydir, eyni xalq. Türk, tərikə yolu gedən deməkdir, göydə Allah yaradan deməkdir, Türk. Kürt, Qor Allahın nəsli deməkdir. Qor dua. Bunlar müxtəlif xalqlar deyirlər. Xeyr. Kökləri bir. Dilləri bəs. Mən sən deyirəm, sizə dedim də, bir dil var, ümumi dil. Adi insanlarla təmas dil üçün ki, müxtəlif dilləri götürüb Allah. Və dedim, axı, bir dil vardı, 70 dil yaratdılar. Var idi. Var idi. O 70 dilində tək bir dildən yarandı da. Özləri dil yaratmadı ki, həmin bir xalq yaratdı da. Mənim internetdə məqaləm var. Kirayə cəmaat, nə bir-birinizi qırırsınız? Həqiqətdə bunların hamısı kökü birdir. Dil Allah dili var, padişahlar dili var. Allahla. Tərikə nə deyil? Allah yol, Allah qalxmış, Allah çevirmiş insanın dili. Bu padişahlar dili Türk dili gedir. Bu Allahla təmas dilidir. Bütün padişahlar, dünyanın bütün padişahları Türk olub. Qədimdə, mən məsələn Avropa, bu dəqiqə bilirik ki, Avropa, hamısının bütün Avropanın şahları olub, qulardlar. Quş dili bilən qulardlar. Qular deməkdir.
rus dili bilən girardılar. Bütün Avropa, bir pir nəsli var. Pir nəslinin qabağında avam insan danışa bilməz. O üzünə baxa bilmirdi. Siz əgər keçmişdə xəbəriniz varsa, bizim cənub bölgəsində Seyidin pirin üzünə baxmağa qorxurdu insan. Birdən xətinə dəyər, gözüm tutular, başıma bir iş gələr. Seyid pirlə dalaşmaq olar. Bütün dünyanın padişahları pirlər olub. Adi insanlar onlara baxmağa qorxub sifətinə. Onlarla danışmağa bilmirlər. Başqa cürüdür. Mən də onu deyirəm ki, sonra qarışdı. Seyidlər, diplər biraz indi xoşları gəlib vardı, qızları görüb, uşağı olub, ondan sonra onu da qəbul edib. Axır arvadlar nəysə qarışıb belə, aləm qarışıb. Həqiqətdə bütün dünyanın padişahları türklər olub. Öz aralarında türkcə danışıblar. Təhlükə yolu gedən Allahın dilicə danışıblar. Türk dili padişahlar dili deməkdir. Bilirsiniz, adi insanlarsa, kütləx adi insandır. Adi insanlar üçünsə müxtəlif dinləri təqdim ediblər. Ancaq hamısının kökü birdir. Yəni o padişahlar nəsli. Ancaq indi qarışıb. Ona görə indiki insanları onları da günahlandırmaq olmaz. Ancaq onları o dediyiniz o kürt söhbəti bunları artıq ingilislər eləyib. Ruslar eləyib. Hamısı ruslar eləyib. İngilislər eləyib. İngilis deyir, iki var dalaşırsa bir çayda, bir arası çayda İngilis keçib. Bilirsiniz, bunlar hamısı. Həqiqətdə isə Anadolu türkləri, Kürtləri ama türklərdir. Anadolu buradan getmədi, birbaşa buradan getmədi. Burada ki, birinci başladılar dünyaya səfərlənməyə, ilk qolun biri Anadolu'ya gedib. Yardımlı adı kənd var orada, bir qəsəbə var Anadolu tərəfdə, o Kürtlərin elində, Mardin tərəfdə arada. Bilirsiniz, bunlar hamısı pir. Və olsun Diyarbəkir. Diyarbəkir, Bəkir, Bəcər deməkdir. Bəcər o qədər dərin mənalı sözdür ki, batini elmində. Bəcər, Bəqara sonra o mənadadır. Bekər İngilisdə. Yəni o qədər dərin mənalı sözlərdir ki, bəcər. Bəqa səviyyəsinə qalxıb ra günəşi ilə birləşmək.